2026-cı il RFM 6-cı sinif final turuna düşmüş 13-cü məsələnin həllinə baxırıq. 3 avtomobil yarışa başlayır. Birinci avtomobil finish xəttini keçəndə ikincinin 500, üçüncünün 800 metr yolu qalıb. Deməli, birinci x qədər yol gedibdir. Ümumi yola x deyək. İkincinin 500 metr, yəni x çıx 500 qədər yol gedib. Üçüncü isə x çıx 800 qədər yol gedibdir. Və həmin x çıx 500-ü bölsək x çıx 800-ə, bu bizə sürətlərin nisbətini verəcək. Buradakı bu 50% sürətini artırmaq məsələnin həllinə təsir göstərməyəcək. Çünki V2-ni V3-ə bölmək ya da 1.5 V2-ni 1.5 V3-ə bölmək bu bərabər nəticədir. Bəs indi bu kəsiri nəyə bərabər eləməliyik? Onu fikirləşək. Deməli, ikinci avtomobili yarışı bitirdiyi anda üçüncünün hələ 400 metr yolu qalıbdır. Deməli, ikincinin 500 metr yolu qalmışdı, onu getdi. Üçüncünün isə 800 metr yolu qalmışdı, indi 400'ü qalıbdır. Deməli, üçüncü də həmin zaman ərzində 400 metr yol gedibdir. Tənliyimiz budur. Bunu da biz 4'də 5 kimi yazaq ki, biraz hesablama asan olsun. 5x çıx 4000 bərabərdir 4x çıx 2000. Buradan x olacaq 2000 metr, yəni 2 kilometr.